Deməli dostum, həyat hər gün edilən bir seçimdir. Hər bir addımı sən özün sənə azadlıq verilib ki, qəbul eləyəsən, qərar verəsən, seçim eləyəsən və bu seçim səni aparır. Bu seçim sənin bu həyatımızın qanunudur. Metafizika üzərində qurulub, yəni bizim həyatımızın qaçılmazdır. Metafiziki qanunları var. Sən bu gün yaşadığın həyat sənin bir neçə əvvəl müddət fikirləşdiyin, gördüyün bir həyatdır. Ona görə bil, sən gündəlik olaraq seçimlər eləməlisən və gündəlik seçimlərində hər bir seçimi özünə yaxşı, Allaha yaxşı, insanlığa yaxşı olaraq seçib addımını atsan, onda həyat sənin üzvə gülməyə başlayar. Yəni həyat gündəlik bir seçimdir. Məsəl üçün yuxudan durursan, yuxudan duranda beynin problemlərlə oyanır. İstərsiniz səndən əvvəl durur, problemləri başlayır tap-tap danışmağa. Bu sən deyirsən axı, bu sənin beynindir. İlk növbədə sənin seçimin olmalıdır ki, özün özünə deməlisən ki, mən bu fikirlər deyiləm. Mən bu şuuram. Mən Allahın balasıyam. Hansı ki, məni sevə-sevə bu dünyaya gətirib, sevə-sevə məni aparır bu yolu. Sənə bəlkə də sevə-sevə gəlməyə bilər, amma sən sevilənsən. Uşağa bax, təzə bir uşaq doğulanda onu necə sevirlər, onu necə oynayırlar. Sən də doğulanda elə olmusan mənim dostum. Hamı səni sevib, hamı oynayıb. Sadəcə getdikcə həyatı yaşaya-yaşaya çirkin, çirklənmiş insanlarla münasibətdə olurlar. Sən də onu götürmüsən. Beynin o proqramları götürüb. Amma bir müddətdən sonra sən artıq dərk edirsənsə, həyat sənin seçimindir. Hər addım, hər bir addım yuxudan durdun. Mən şuuram. Mən bugün təmiz düşünməyə fikirləşirəm. Beyin pis fikirlər verirsə, mən o beynin fikirlərinə qulaq asmıram. Mən o beynin fikirlərini, bu kanalda meditasiya haqqında video var. O meditasiya haqqında videoya bax, gör beynin fikirlərini necə dayandırmaq olar. Onu izləyərək, onu görürsən, meditativ hala girirsən, beyin artıq qaçır, gizlənir qırara da artıq sənə əvvəlki kimi komandalı eləmir. Yəni öz sözünü demir. Artıq başa düşür ki, burada oyunda, bu həyatda ağa sənsən. Qərarları sən qəbul edirsən. Bu kanal şuurlu insanlar üçündür. Bu kanal özünü seçən, Allaha doğru gedən, həyatı özünü yaxşılaşdırıb, həyatı yaxşılaşdırmaq istəyən insanlar üçündür. Ona görə dostum, gündəlik seçimlərinə diqqət elə. Durdun, siqaret çəkmirsən, tərgizmirsən tutaq ki, siqareti. Bir dənə başına məsəl üçün bir gün ərzində bir stresli bir situasiya gəlir, bir stres yaşayırsan, tutaq ki. Sırada sən ayda yox, siqaret çəkməliyəm, düzəldim. Amma siqaret stresi aparmır. Bu yalan olan bir məlumatdır. Yəni stresin, sən o moment 10 dənə prisedan elə, gör stresin necə gedir. Sən dərindən 10 dəfə belə nəfəs al, gör sənin stresin necə gedir. Ya da ikili nəfəs al. Gör, stres qaçır, yoxa çıxır. Siqaret çəkmək sənin bir seçimindir. Amma bu seçim sənin sağlamlığına təsir göstərir. Gündəlik yeməyin. Məsəl üçün, mən gedib bugün içəcəm, nə gəldi yeyəcəm. Bu sənin bir müddətdən sonra həyatıva, sağlamlığa öz mənfi, negativ təsirini göstərəcək. Həyat belədir də, mənim dostum. Nəyi əkərsən, onu biçərsən. Bax, hər bir şeyə, təbiətə baxıb, təbiətdən götürəndə hər şey açıq-aydın olur. Bax, sən bugün ağacı əkirsən, ona qulluq eləyirsən, o bəhrəsini bir müddətdən sonra verir. Düzdür? Düzdür. Eləcə də bizim insanın həyatımızda. Bizim vərdişlərimiz, düzgün vərdişlərimiz sən bugün dəyişdin, gözləmə sırası bugün və yaxud sabah sənin dəyişsin həyatın. Sən səbirli olmalısan. Səbirli olmalısan Allaha inanaraq. Bəs nəyə görə deyirlər səbr elə? Çünki sən səbr eləyəndə birbaşa Allahla bağlantın var. Sən bilirsən ki, Allah səni düzgün yolda aparır və sən səbirlisən və getdiyin yola gedib çatacaqsan. Bu həyatın qanunudur. Yəni bu belə işləyir. Tələsmək olmaz. Metafizikanın qanunudur. Sən bir neçə ay əvvəl fikirləşdiyi bugün yaşayırsan və sən bugün təmiz özünə baxsan, qidalanmağı öyrəsən, indi hər kəsin enerji gücünə, kapasitəsinə görə individual olaraq dəyişir. Bir müddətdən sonra həyatı başlayır dəyişməyə. Bir həftəyə, bir aya, 2 aya, 3 aya, 5 aya, 1 ilə. Yəni hər bir insanda individualdır. Sənin seçimindən asılıdır. Sən bugün getdin, seçdin idman eləməyi.
Sən bu gün idman elədin, getdin zala idman elədin, düzdür? Tutaq ki, trenajör deyirəm, və yaxud baseyndə getdin, üzdün, və yaxud qaçmağa başladın, və yaxud yemək formalı keçdin interval qidalanmaya. Sən bir gün ərzində effektini görməyəcəksən. Sən indidən bilməlisən ki, bu həyatın qayda qanunu var. Bir müddətdən sonra effektini görəcəksən. Sən zala bir gün gedəndən sonra effektini görməyəcəksən. Amma 3 ay gedəndən sonra, 3 aydan sonra görürsən ki, ona görə bu həyatda davamiyyət, consistency, ingilis dilində gözəl bir söz var. Consistency. Cristiano Ronaldo'nu hamınız tanıyırsınız. O özü də deyir. Mən də deyir, elə bilsən mən hər gün idman eləməyi sevirəm. Xeyr, mən sadəcə bilirəm ki, consistency, davamiyyət, uğura aparan, xoşbəxtçiliyə, sən harmoniya aparan bir yoldur. Özünə verdiyin sözləri elə, fırlatma özünü. Gündəlik seçimlərin, seçimin bugün o olsun ki, sən insanlığa, Allaha, Yaradana öz xeyrivi töhfə verəcəksən. Və töhfə verməklə birinci ilk növbədə özünə başlamalısan qulluq eləməyə. İnterval qidalanmayla başla, ağzının yolunu bağla, sosial şəbəkələrdən çıx, boş-boş məlumatları ötürmə, scrolling, TikTok, tak, vaxtın gedir, həyatın gedir, çalış faydalı ol, insanlığa öz xeyrivi ver. Sən gündəlik scrolling eləyirsən, siqaret çəkirsən, içki içirsən, onun bunun dalınca pis danışırsan və sən deyirsən ki, mənim həyatım niyə pisdir? Hamısı ədalətli şəkildə baş verir. Sən onların əksini elə, gör sənin həyatın necə gözəlləşir. Ona görə dostum, bu belə bir gülməli səslənə bilər, banal səslənə bilər, şablon ola bilər, həyat gündəlik bir seçimdir. Amma hər günün bir seçimdir doğrudan da. Və sənin bugün elədiyin seçimlər sənin gələcək taleyi bəlirləyir, sənin gələcək yolunu açır. Heç kim bilə bilməz ki, gələcəkdə başına nə gələ biləcək. Sadəcə olaraq metafizikanın qanununa görə, yaşadığımızın həyatın qanununa görə bir neçə yox, mən bilən saysız hesabsız variantlar var. Sənin həyatının gedişat nöqtəsi. Sən bugünkü seçimin sənin göstəricisidir. Sən hansı variantla irəliləyəcəksən? Sən gözəl həyat istəyirsənsə, sən öz bədənində qulluq eləməlisən, özünə gözəl baxmalısan, özünlə gözəl danışmalısan, güzgün qabağında dayanıb saçına qulluq eləməlisən, üzvə qulluq eləməlisən, dişlərini yumalısan. Mən adam tanıyıram, dişlərini fırçalamır. Başa düşürsən? Bu nə dərəcədə bu həyatdan bu kəsilib bu insan. Allah onun köməyi olsun. Mən nə deyə bilərəm? Yəni bu da onun keçdiyi bir yol. Amma sən özünə baxmalısan, bədənindən uzaqlaşmalı deyilsən. Bədənin bu həyatın fundamentidir. Sənin ruhunun sürdüyü avtomobildir. Gülməli gələ bilər, amma sənin ruhun bu həyatda sürdüyü bir avtomobildir. Həyatda gündəlik seçimlərində elə özünə sual ver. Bu yediyim yemək mənə yaxşı təsir göstərir, yoxsa yox? Bu həyatda çalış, boş-boş və həyatı yaşama. Həyatının sonunda, fırlanıb həyatını geriyə baxanda rahat gedəsən. Biləsən ki, Allahdan gəlmisən və Allahın yanına rahat gedəsən. Biləsən ki, sən Allah üçün yaşamısan. Allah üçün öz yaxşı əməlləri eləmisən. İnsanlığa öz töhfə vermisən. Şərt deyil, pul gedib verəsən. Düzgün informasiya verə bilərsən. Bir yolda bir yaşlı bir nənə gedir. Nənənin əlindən o yükü alıb onun evinə daşımaq, sən cavan oğlansan, sənin üçün bir problem deyil. Amma onun üçün o qədər gözəldir, xoşdur. Onun o xeyir duası sənin həyatında yolları açır. Belə işləyir. Ona görə dostum, bir nəfər görürsən ki, səndən kömək istəyir, bildiyin bir kömək, bacardığın varsa elə, səndən istəyirsə, səndən istəmirsə eləmə. Səndən istəyirsə elə, yaxşılıq eləməkdən usanma, çəkinmə. Və gündəlik seçimlərin hər şey Allaha xatir olmalıdır. Hər bir seçim eləmədən əvvəl fikirləş, özünə sual ver. Fikirləşmə, xeyr, ehtiyac yoxdur fikirləşmə. Sadəcə özünə sual ver. Bu məni yaxşı eləyir, bu Allaha xoşdur. Allaha xoşdur ki, sən özünə, bədənə yaxşı baxasan. Çünki bədən Allahın sənə verdiyi bir əmanətdir. Başa düşürsən? Ona xoşdur ki, sən özünə qulluq eləyirsən. Yeməyivə təmiz baxırsan, seçimlərin təmizdir, pakdır, gözəldir. Sən seçim eləmədən əvvəl Allaha fikirləşirsən. Sən bilirsən nə qədər sənə gözəldir. Sən bir sual verəndə ki, ey mənim yaradanım, ey Allahım, mən bunu eləsəm, sənə hansı xoş olar? Sənin daxilində hökmən cavabın var. Sən bilirsən. Beyin kayfa qaçır, yadda saxla.
Amma daxilən sənin ruhun nə lazımdır bilir. İntuitiv olaraq sən bilirsən nə istəyirsən, nə eləməlisən. Ona görə bir şey istəyirsənsə bil ki bu beyindir, amma bir şey lazımdırsa bil ki bu Allah tərəfidir, ruhaniyyət tərəfidir. Amma bir şey istəyirsənsə bil ki bu sənin beynindir, belə egondur, istəyir özünə, o da heç vaxt doymaz. Ona 1 ver 2 istəyəcək, 2 ver 10 istəyəcək. Bu həyatın qanunudur və həyatın oyun olduğunu yaddan çıxartma mənim dostum. Bu həyat bir oyundur. Bu oyunda da sən gəlmisən bu oyunu yaşamağa, bu oyunda öz gözəl təcrübələri almağa, insanlarla münasibətdə olmağa, insanlığa öz töhfəvi verməyə, öz Allahla bağı gücləndirməyə, öz daxili beynində olan kinləri, negativləri, proqramları dəyişib, sən şuurunu daha da gücləndirmək üçün gəlmisən bu dünyaya mənim dostum. Ona görə həyat bir seçimdir. Hər gün elədiyin seçimlərdə diqqətli ol, özünə sual ver və interval qidalanmadan başla. İnterval qidalanma ağzının yolunda axla. Çalışıram hər videoda bunu deyim. Bədənə ilk növbədə qayğı, ona nə gəldi yemək vermək deyil, ona verilən yeməyi azaldıb bədənə imkan yaratmaq ki, öz-özünü təmizləsin. Öz-özünü təmizləyəndən sonra artıq sənin düşüncələrin də təmizdir və sən artıq ona ötürdüyü təmiz, keyfiyyətli qida ötürməyə çalışacaqsan. Və bundan sonra da düşüncələrin də təmiz olacaq, daxili hissiyatın da təmiz olacaq, beynin təmiz düşünəcək, artıq özü yaxşı hiss edəcəksən, pozitiv olacaqsan. Bu seçimlər həyatda çox vacibdir, yadda saxla. Həyat özü sənə gəlmir. Sən həyata qarşı addım atmalısan, bu həyat bir güzgüdür. Sən ona addım atarsan, o da sənə geri gələr. Yəni addım var, bir addım var, o da səni bəzən 1 addım, bəzən 2 addım, bəzən 5 addım kimi qarşı gələ bilər. Yəni sənə gələ bilər. Ona görə dostum, mütləq şəkildə addımlarını sən atmalısan. Sən həyata göstərməlisən ki, ey yaradanım, mən artıq seçimlərimi sənə görə eləyirəm. Təmiz düşüncəyə görə eləyirəm. İnsanlığın gözəl formalaşmağına görə eləyirəm. Ailəm üçün eləyirəm, sevdiklərim üçün eləyirəm. Sənə görə ilk növbədə mən indi ailə də deyirəm, sevdiklərimi də deyirəm. Hər kəsin, yəni insana ən yaxını ailədir, sevdikləri düzdür. Amma ilk növbədə Allahı tutmaq lazımdır. Yadda saxla. Birinci yerdə Allahın balalarıyıq biz və biz Allaha məxsusuq. Bizə verilən heç bir şey bizim deyil. Bizə verilən hər bir şey bizdən alınacaq. Canımızdır, verilib alınacaq. Nəsə bir şey eləyirsən, sən onu qarşılığında pul verirsən. Heç nə bir sənə məxsus deyil. Elə bilirsən evin var, tutaq ki, bu dünyada. Müvəqqəti yaşadığın dövrdə ev sənindir. Sən bu dünyadan gedəndən sonra o ev artıq sənin deyil. Ya sənin evladındır, ya sənin nə bilim, yaxınlarındır, kimlərinsə. Və yaxud, məsəl üçün, hətta belə deyərəm ki sənə, bu həyatda heç nə sənin deyil. Yediyin yemək də səndən çıxır. Ona görə dostum, hər şey bilmək lazımdır ki, hər şey Allaha məxsusdur. Və sənin bu dünyada egon o qədər böyükdür ki, egon elə bilir ki, hər şey odur. Beyin elə bilir ki, hər şey odur. Amma elə deyil. Ona görə seçimləri Allaha xatir elə. Özünə xatir elə. İnterval qidalanmadan başla. Beynin fikirlərini durdur, meditativ hala düşməklə kanalımda var, interval qidalanma haqqında da, meditativ hala düşməklə də və insanlara xeyir vermək və bu oyunun, həyatın bir oyun olduğunu yaddan çıxartmaq və bu oyunda hər bir seçim səndən asılıdır. Ona görə bu seçimlərdə ən düzgününü Allaha xoş eləməyini sənə arzu edirəm. Ən düzgününü, ən səhvini də deyəndə belə bir şey yoxdur. Sadəcə olaraq hər an etibarilə, həyatına çıxacaq gündəlik bir situasiyalar etibarilə hər bir şeydə sən düşünsən ki, mən bunu Allaha xatir yaxşı hansıdır, özünə sual versən, onu eləsən, daxili vicdanında təmiz olacaq, həyatında təmiz olacaq, özündə təmiz olacaqsan, qabağına çıxan insanlar da təmiz olacaq və həyatda sənə gülməyə başlayacaq. Uğurlar dostum.